Azal Miles kartı artıq istifadənizdə. Bu kartla ödənişləri millərə, milləri pulsuz təyyarə biletlərinə çevirin. Üstəlik, səyahətləriniz zamanı ödənişsiz transfer, sürətli keçid, lounge zallara giriş, roaming, otel-restoran endirimləri, səyahət sığortası və başqa fürsətlərdən yararlanın. Elə indi sifariş edin. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, hər birinizi xoş gördük. Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Sizlə mənəm Alidə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Mövzuya dair suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugünkü qonağımız Azin Telekomun İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar bölməsinin rəhbəri Amil Nəzəridir. Amil müəllim, salamlayıram, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Mən də sizi salamlayıram. Mövzumuzu da qeyd edək, çox sağ olun. Sahibkarlar üçün rəqəmsal ekosistem, SİMA, bulud və təhlükəsizlikdən danışacağıq bugün. SİMA imzanın sahibkar həlli nə vaxt yaradılıb, Amil bəy? Ənənəvi imzalardan üstünlüyü və fərqi nədədir? İlk olaraq ondan başlayaq. Çox sağ olun, minnətdaram dəvətə görə. Əvvəlcə qeyd edeyim ki, SİMA imza ümumiyyətlə tətbiq olaraq 2022-ci ildə yaradılıb və tətbiq yaradılandan bir müddət sonra bizim belə deyək, araşdırmalarımız nəticəsində belə bir qənaətə gəldik ki, tətbiqin yalnız vətəndaşlar üçün yox, həm də sahibkarlar, hüquqi şəxslər üçün də belə deyək, versiyaları yaradılmalıdır. Bu yanaşmadan yola çıxaraq biz 2023-cü ilin aprel ayında SİMA imzanın fərdi sahibkarlar olan üçün həllini istifadəyə verdik və müsbət geri dönüşlər də aldıq. Bu gün artıq inteqrasiyalarımızın sayı çoxaldıqca SİMA imzanın vətəndaşlar qədər fərdi sahibkarlar tərəfindən də maraqla qarşılandığını görürük. Qısa bir qeyd verim ki, SİMA imza mobil tətbiqi artıq 5 milyondan çox yüklənilib. Təbriklər. Bu arada bu milyonlar hər dəfə bizim verilişdə qeyd olunur. Bəli. Çox sağ olun. Nəzərə alsaq ki, ölkəmizin əhalisi 10 milyondan bir qədər çoxdur. Düşünürəm ki, bu kifayət qədər böyük rəqəmdir və artıq bizim fokusumuz bir qədər biznes sektoruna yönəlib. Düşünürük ki, vətəndaşlar tərəfindən artıq tanınırıq, qəbul edilirik. Sahibkarlar tərəfindən isə düşünürük ki, bir qədər də onlara maraq yaratmalıyıq. Bunun üçün də biz SİMA imzanın bu sahibkar həllini yaratdıq və burada iki əsas nüans rol oynayır. Rahatlıq və təhlükəsizlik. Yəni qısa bir misalla qeyd edeyim. Məsələn, insanlar əvvəl taksi səfərindən istifadə etmək üçün nə edirdi? Çıxırdılar yolda, avtomobil nə vaxt keçərsə, taksi tuş gələrsə minərik. Daha sonra zəng vasitəsilə taksi çağırmaq belə funksiyası yaradıldı. Daha sonra bu gün biz artıq mobil tətbiqlə taksini çağırıb nə vaxt gələcək, hardadır, sürücü kimdir, mobil nömrəsi nədir, bunları görə bilirik. Eynilə bax bu cür rəqəmsal imzada da inkişaf yolunu mən buna bənzədirəm. Rəqəmsal imza SİMA bu gün artıq rəqəmsal imzanın gəlindiyi son nöqtədir hal-hazırki şərtlərdə və imkanlarda. Burada da təbii ki, ikinci nüans təhlükəsizlik. İnsanlar, sahibkarlar öz üzvləri vasitəsilə sənədlərini imzalaya bilir ki, bu da belə deyək, təhlükəsizlikdə ən önəmli nüanslardan biridir. Aydındır. Sahibkar imzasından danışdınız. Daha çox sahibkar imzası hansı sahələrdə tətbiq olunur? SİMA rəqəmsal imzanın sahibkar həlli dediyim kimi bir qədər biznes yönümlü olduğuna görə burada daha çox vergi, bank, maliyyə, gömrük bu kimi sahələrdə istifadə üstünlük təşkil edir. Məsələn, nümunələrlə desəm, bu gün elektron hökumət portalında mövcud olan belə deyək, yüzlərlə xidmətə, elektron xidmətə sahibkarlar tərəfindən SİMA imza ilə əlçatanlıq mümkündür. Lisenziya və icazələrin alınmasıdır, sənəd dövriyyəsidir, gömrük əməliyyatlarıdır, hansı ki malların
nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üzrə müəyyən elektron gömrük bəyannamələrinin təqdimi, bank hesablarının açılması bax bu gün ən aktual belə deyim mövzulardan biridir. Sahibkarlar daimi buna ehtiyac duyurlar. Onlar fəaliyyət göstərdikləri xidmət sahəsində mütləq onlara bank hesabları lazım olur və bu gün Sima imzanın funksionallığı sayəsində sahibkarlar banka getmədən sadəcə mobil tətbiq üzərindən günün 24 saatı olduğu yerdən bu müraciəti göndərə bilir və əlavə vaxt itkisinə, pul itkisinə yol vermədən bank hesabı aça bilirlər. Bax, sadəcə bunlar bir hissəsidir də, belə deyim, qeyd eləyə biləcəklərimiz. Səhv etmirəmsə, İnternet Vergi İdarəsinin inteqrasiya başlayıb. Bu nə vaxt başlayıb və bu inteqrasiya nəticəsində hansı vergi xidmətləri artıq Sima ilə istifadə oluna bilir? Yəni, xüsusilə sahibkarlar üçün əsas hansı xidmətlər və üstünlüklər var? Çox sağ olun. Bəli, qeyd elədiyim kimi bu bizim hal-hazırda maraq dairəmizdə olan istiqamətlərdən biridir. Ümumiyyətlə İnternet Vergi İdarəsinə inteqrasiya bəzən insanlar qarışdırırlar, elə bilirlər ki, bu yeni bir inteqrasiyadır. Əslində yox, mən qeyd edeyim ki, elə fərdi sahibkarlar üçün həllin tətbiq olunduğu il, yəni 2023-cü ildə İnternet Vergi İdarəsi ilə inteqrasiyada başladı. Sadəcə həmin ərəfədə inteqrasiya, belə deyək, həcmi nisbətən kiçik idi deyə bu bir qədər bunun insanlara çatımlığı daha aşağı oldu. Amma biz hər müddət keçdikcə biz bu inteqrasiyaların sayını çoxaltdıq. Bu gün artıq 80-dən çox elektron vergi xidmətinə Sima imzanın sahibkar həlli ilə əlçatanlıq mümkündür. Mən sadəcə bir neçə qısa nümunələri gətirmək istəyirəm. Məsələn, vahid bəyannamədir. Bu gün bütün vergi ödəyicilərinin ən çox diqqət mərkəzində olan bəyannamələrdən biridir. Vahid bəyannamənin verilməsi, elektron qaymənin təqdim olunması, post terminalların qeydiyyatdan çıxarılması, hansı ki, bu gün istənilən sahibkarlıq subyektində post terminalların qoyulması şərtdir, istifadə olunur. Vətəndaşlarımız kartla ödənişlərə getdikcə daha çox meyl eləyirlər. Ona görə bu nüans çox önəmlidir. Sadələşdirilmiş vergi bəyannamələridir, əmlak, torpaq vergiləridir. Yəni ağlınıza gələ biləcək bütün bəyannamələrin tətbiqi mümkündür. Bəli, və bu inteqrasiya dayanmır, getdikcə də çoxalır, siyahı daha da böyüyəcək. Bəs kiçik və orta sahibkarlıq təmsilçisi olan bir sahibkarın Sima imzada qeydiyyatı üçün nə tələb olunur və qeydiyyat prosesi necə olur? Bunu biraz daha sadə, asan dildə izah edərsiniz dinləyicilərimizə. Tamam, mən çalışacağam ki, bunu qısa və belə anlaşılır dildə izah edeyim. Əslində qeydiyyat prosesi çox sadədir. Yəni siz düşünün ki, vətəndaş kimi qeydiyyatdan keçirsiniz Sima imza tətbiqində. Bunu artıq dediyim kimi 5 milyondan çox belə deyək, vətəndaşımız həyata keçirib. Ona görə bu proses çox sadədir. Bizim bütün sosial media platformalarımızda bununla bağlı təlimat videoları da var. Sadəcə vətəndaş kimi qeydiyyatdan keçmək lazımdır. Əvvəlcə bunu edirik. Daha sonra mobil tətbiqdə ekranı sola sürüşdürüb ana səhifədə. Orada biz üstəgəl işarəsi görəcəyik. Burada yeni sertifikatın əlavə edilməsi funksiyası mövcuddur. Həmin işarəyə basdıqdan sonra artıq orada seçimlər göstərilir. Fərdi sahibkar kimi sertifikatın əlavə olunması seçimi bizə verilir. Bu zaman isə həmin yerə klikləyib, daha sonra vöyünümüzü daxil edirik. Fərdi sahibkarlıqsa deməli bizim vöyünümüz var. Vöyünümüzü daxil edəndən sonra biz artıq sertifikatımıza ad seçirik və onun müddətini təyin edirik. Bununla da artıq bitdi. Bir neçə dəqiqə ərzində fərdi sahibkarın imzası formalaşdırılmış olur. Təşəkkür edirəm Amil bəy. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radioda rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugünkü qonağımız Azin Telekomun İctimai Əlaqələr və Korporativ Kommunikasiyalar bölməsinin rəhbəri Amil Nəzərlidir. Mövzumuz sahibkarlar üçün rəqəmsal ekosistem, Sima, bulud və təhlükəsizlikdir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Omid mağazalarından möhtəşəm indirim. Neod su qızdırıcı 24 kilovat indi 110 manat deyil, 89 manat. Gülbənz Missitil 47 manat 90 qəpik deyil, cəmi 31 manat 90 qəpik. Omid xeyli alış verişlər.
Asan Radyo'da reklam. Şok, şok, şok. 25 kilogramlıq Fabkim keramika yapıştırıcısı 7 manata değil, 4 manat 90 qəpik. Hər kisədə ustama hədiyyə kuponu var. Fab faydasını alanlar bilər. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Bir anlıq təsəvvür edin, dənizin sahilində şəxsi villanız. İndi isə təsəvvür edin ki, bu villa sizindir. İnanmağınız gəlmir? Sibris bu xəyalı gerçək etməyə qadirdir. 31 oktyabra kimi xüsusi şərtlərlə sahəsi 230 və 290 kvadrat metr olan şəxsi evlər sizin ola bilər. 5% ilkin ödəniş edirsiniz, qalanını isə 48 aya qədər bölüb hissəli ödəyirsiniz. Ətraflı məlumat üçün 840. Qış macəralarına hazırsınızmı? Lexus sizə möhtəşəm fürsət təqdim edir. Mühərrik yağı, yağ filtri, ön şüşə təmizləyici maye, şüşə silənlər, salon hava filtri, əyləc bəndləri, əyləc diskləri, rezin ayaqaltılar, yük bölməsi örtüyü, xizək daşıyıcı, dam üçün yük qutusu və külək önləyici. Bütün bu orijinal ehtiyat hissələri və aksesuarlarında 25% endirim, akkumulyatorlarda isə 15% endirimdən yararlanın. Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir. Kampaniya 31 dekabrada keçərlidir. Yalnız Lexus Bakı mərkəzində. Şəhərin qəlbində Elmlər Akademiyası metrosunun qarşısında yerləşən premium yaşayış kompleksi Park Akademi. Hazır çıxarışlı binada hər mərtəbədə cəmi 2 mənzil. Park Akademi. Ətraflı 010 414 1010. Tip sahəsində çalışırsınız? Banko Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Banko Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Bank of Baku 18 fevral 2005 il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Asan Radyo'da reklam. 050 60 06 100. Bravo'da 15 oktyabr tarixinədək super manat günləri. 1 kilogram Ülker Albeni mini şokolad çeşidləri 14 manat. 400 qramlıq Şah Gold qara çay çeşidləri 7 manat. Super qiymət, super qənaət üçün. Bravo! Doğru seçim. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə qəbul hansı formada həyata keçirilir? Yaradıcı potensiala və istedada malik olan müvafiq kateqoriya şəxslərin özü və ya onların valideynləri, nümayəndələri, övladlığa götürənləri, himayəçi və ya qəyyumları ərizə ilə dost mərkəzlərinə və ya Sosial Xidmət Agentliyinin yerli qurumlarına müraciət edə bilər. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Bəli, hörmətli dinləyicilər, Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva, yeni qoşulan dinləyicilərimizi də salamlayırıq. Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var və suallarınızı oradan şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və ya 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugünkü qonağımız Azin Telekomun İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar bölməsinin rəhbəri Amin Nəzərlidir. Mövzumuz isə sahibkarlar üçün rəqəmsal ekosistem, sima, bulud və təhlükəsizlikdir. Amil bəy,
Sima imzanın vergi portalına inteqrasiyası sahibkarların gündəlik əməliyyatlarda hansı konkret vaxt və xərclərinə qənaət eləyir? Buna da biraz aydınlıq gətirək. Çox sağ olun. Bu da hal-hazırda bizim üçün ən önəmli situasiyalardan biridir. Mən adətən bu tipli suallar alanda buna istəyirəm biraz nümunə ilə cavab verirəm. Elə həmin nümunəni burada da istəyirəm səsləndirim. Məsələn, biz bir yerə belə deyək, bir nöqtədən digər nöqtəyə getmək üçün uzaq məsafələri nəzərdə tuturam. Bir neçə nəqliyyat vasitəsi var. Velosipedlə də gedə bilərsiniz, avtomobillə də, qatarla da, təyyarə ilə də. Amma bunların hamısının getmə vaxtı müxtəlifdir, düzdür? Və getmə vaxtı qısaldıqca bizim ona etdiyimiz ödəniş məbləği də çoxalır. Ən qısa təyyarə ilə gedə bilirik hal-hazırda və ən çox da təyyarə bileti baha olur. Yəni biz burada nəyi uduruq? Sanki zamanı pulla alırıq da, belə deyək, bir növ. Yəni burada da əslində sadəcə nümunə ilə göstərmək istəyirəm ki, sahibkara bu zaman qazandırır. Yəni bu gün sahibkarın ən dəyərli şeyi onun zamanıdır. Sahibkar əgər bir xidmət məntəqəsinə gedib orada növbə gözləmirsə, öz işləri ilə məşğul ola bilirsə, öz biznesinə vaxt ayırırsa, fokuslanırsa, hansı ki uzun yorucu sənədləşmə işləri, imza işlərindən məşğul olmursa, deməli bu ona həm vaxt qazandırır, həm onun gün ərzində daha çox işinə fokuslanmasına şərait yaradır. Sima imzanın da ilk əsas üstünlüyü bundan ibarətdir. Biz bunu hər yerdə vurğulayırıq, heç yerə getmədən. Bu bizim deviz söz cümlələrimizdən biridir. Heç yerə getmədən, vaxt itirmədən. Bu ilk növbədə dediyim kimi vaxt qazandırır, amma sualınızın digər hissəsinə gəlincə isə proses eynidir. Siz əgər girib vergi portalında hər hansısa bir elektron vergi xidmətindən bağlı əməliyyat icra edəcəksinizsə, siz bunu əvvəlki elektron imzalarla da zaten proses eynidir. Bu portala daxil olduqdan sonraki proses tamamilə eynidir. Orada edirsiniz. Sadəcə Sima imza həmin prosesi, həmin xidməti əldə edənə qədər sizə rahatlıq yaradır, sizə vaxt qazandırır, sizə belə deyək, pulunuza qənaət imkanı qazandırır. Bütün xidmətləri əlçatan edir. Bəli. Amma digər dediyim kimi vergi portalında artıq əvvəl hansı qaydada öz hesabatlarınızı göndərirdinizsə, burada da eyni ilə həmin qaydada yenə də davam edir. Aydındır. Bəs 6 ay pulsuz promokod kampaniyası var. Bu barədə qısa məlumat verərdiniz. Kampaniya kimlər üçün nəzərdə tutulub, necə aktivləşdirilir və hansı şərtləri ehtiva eləyir özündə? Çox sağ olun. Mən elə bu sizin radio vasitəsilə də bir qədər də belə deyim də bunu PR eləyim burada. Bizim şirkətin məhsulunun hal-hazırda bir kampaniyası, bəli, Sima imzada 6 ay pulsuz kampaniyası mövcuddur hal-hazırda. Təbii ki, bu fərdi sahibkarlar üçündür. Bildiyiniz kimi vətəndaşlar üçün Sima imza onsuz da pulsuzdur. Yarandığı gündən ödənişsiz olub, hal-hazırda da bu formada davam edir. Amma sahibkarlar üçün təbii ki, burada müəyyən bir biznes maraqları var deyə müəyyən ödənişlər nəzərdə tutulub. Amma biz bu ilin may ayında başlatdıq bu kampaniyanı. Hansı ki, həmin dövrdə sahibkarların ən çox istifadə etdiyi vergi portala inteqrasiya böyük ölçülü şəkildə belə deyək tamamlandı və biz ondan sonra istədik ki, sahibkarların belə deyək marağını bir qədər cəlb etmək üçün bu kampaniyanı keçirək. Həmin vaxt başladıq. Bu isə çox sadə bir prosesdir. Sahibkar Sima imza sertifikatı əldə edərkən sadəcə ona həmin qeydiyyatdan sonra bir seçim verilir. Promo kodu daxil edin. Yəni çox sadədir. Hər kəs edə bilər bunu. Promo kodu daxil edin hissəsinə girdikdən sonra eyni ilə necə deyirsinizsə 6 ay pulsuz, sadəcə bu sözü yazmaq kifayətdir. Bəli. 6 sadəcə rəqəmlə yazılır. 6 ay pulsuz bitişi yazılmalıdır. Sözlər arasında bəli, boşluq qoyulmamalıdır. Böyük hərflə yazılmalıdır və bu promo kodu yazdıqdan sonra siz sertifikatı əldə etdiyiniz gündən növbəti 6 ay müddətində sertifikata heç bir ödəniş etmədən istifadə edə biləcəksiniz. Belə. Aydındır. Bəs Simanın əksəs həlli barədə bu yaxınlarda mediada oxumuşdum. Bu nədir, nə üçündür? Bəli, əslində bununla bağlı bir neçə gün əvvəl onlayn mediada bəzi xəbərlər yayıldı. Sima rəqəmsal həllər platforması bildiyiniz kimi bizdə təkcə Sima imzadan ibarət deyil. Burada bir neçə rəqəmsal məhsul mövcuddur. Bunlardan biri də Sima Access
həllidir. Bu həll belə deyim, hələ ki ictimaiyyətə geniş şəkildə təqdim edilməyib, amma mən burada qısaca onu deyə bilərəm ki, SIMA Access həlli adından da göründüyü kimi Access yəni icazə ilə bağlı bir həldir. Hansı ki bu həll üz tanıma vasitəsilə təyin olunmuş nöqtələrə giriş imkanı verir. Başqa dildə desək, başqa formada desək, yəni siz bir yaşayış binasının sakinisiniz və həmin binaya sizdən başqa heç kəs girməməlidir. SIMA Access həlli vasitəsilə həmin binaların girişində müvafiq üz tanıma kameraları quraşdırılır və həmin kameralar vasitəsilə yalnız binanın sakinləri üzünü kameraya tanıtdıqdan sonra əraziyə daxil ola bilirlər. Bu eyni ilə digər obyektlər üçün iş mərkəzləri, dövlət qurumları, məktəblər olsun, müəssisələr olsun, bəli, keçərlidir. Hal-hazırda qeyd edim ki, bu həll ilk növbədə pilot layihə kimi Bakı şəhərində yerləşən 2 bağçada tətbiq edildi. Test rejimində tətbiq olundu. Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində və uğurla sınaqdan keçdi. Biz hal-hazırda müvafiq danışıqlar aparırıq, müzakirələr gedir. Bu həllin də yaxın gələcəkdə ölkə üzrə geniş tətbiqini planlaşdırırıq. Təbii ki, burada bir qədər də tərəfdaşların istəyindən asılı olacaq bu. Burada qısaca onu qeyd edeyim ki, əsas məqsəd təhlükəsizlikdir. Yəni biz bəzən eşidirik, həm xaricdə də ola bilər, ölkəmizdə də ola bilər, bəzən müvafiq təyin olunmuş yerlərə kənar şəxslərin girişi ilə bağlı hallar yaşana bilər, müdaxilələr ola bilər. Burada ilk növbədə təhlükəsizlikdir. Elə biz bağçalardan ona görə başladıq ki, orada az yaşlılar olur. Təbii ki, daha çox qorumaya ehtiyac olan yerlər. Təhlükəsizlikdən danışdınız. Bəs kiber təhlükəsizliklər nə deyə bilərsiniz? Azintelekomda bu istiqamətdə hansı işlər görülür? Çox sağ olun. Bu da maraqlı sualdır. Kiber təhlükəsizlik istiqamətində Azintelekomun fəaliyyəti ümumiyyətlə 2023-cü ildən belə deyək, geniş şəkildə start götürüb. Sadəcə bizim fokusumuz daha əvvəl həmişə bulud və SIMA əsaslı xidmətlərə olub. Amma biz 2025-ci ildən artıq kiber təhlükəsizlik üzrə fokusumuzu daha da artırdıq. Bildiyiniz kimi Azintelekom şirkəti həm də qurumlara kiber təhlükəsizlik xidməti də göstərir, təklif edir. Elə yeri gəlmişkən bir neçə gün əvvəl Bakıda böyük regional bir kiber təhlükəsizlik konfransı baş tutdu. CIDC 2025 bu Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən bir tədbir idi. Başqa ölkələrdən gələn iştirakçılar var idi. Orada Azintelekomun kiber təhlükəsizlik komandası yerli və beynəlxalq qurumları təmsil edən, özdə kifayət qədər nüfuzlu komandaların yarışdığı kiber müharibə yarışında birinci yeri tutdu. Bəli, çox sağ olun, minnətdaram. Biz orada müxtəlif dövlət qurumları, banklar, maliyyə ekosisteminə olan qurumlar var idi, amma bizim 5 nəfərlik gənc belə deyək, heyətdən ibarət komandamız bütün rəqiblərini geridə qoyaraq bütün kiber təhdidlərə orada belə deyək, kiber hücum və kiber müdafiə hissələri var idi. Hamısına çevik reaksiya verərək öz digər yarışmacıların hamısından fərqləndilər və birinci yeri tutdular. Elə bununla bağlı da bizim belə tərkibində fəaliyyət göstərdiyimiz Ascon Holdingin sədri cənab Şahin Babayev da bu gün həmin iştirakçıları qəbul etdi, onlara təbriklərini çatdırdı. Mən də efir vasitəsilə bir daha bizim əməkdaşları təbrik edirəm. Düşünürəm ki, bu elə bizim kiber təhlükəsizlik istiqamətində nə qədər belə deyək, peşəkar komandamız olduğunu göstərən nümunələrdən biridir. Bəli. Bəs regional və qlobal bazarda Azintelekomun fəaliyyəti ilə bağlı işlər hansı müstəvidədir və ümumilikdə bu istiqamətdə gələcək planlar nədən ibarətdir? Mən elə az öncə qeyd elədim, biz CIDC 2025 konfransında iştirak etmişdik. Biz adətən qlobal və regional bazarlara çıxmaq üçün çalışırıq ki, həm ölkə daxilində, həm regionda, həm də hətta başqa qitələrdə ümumiyyətlə İKT sahəsində keçirilən önəmli tədbirlərə qatılaq. Elə CIDC bunlardan biri idi. Məsələn, biz ötən ay
Qazaxıstanda keçirilən, Astana şəhərində keçirilən rəqəmsal körpü adlı bir beynəlxalq tədbirə qatıldıq. Biz orada Microsoft şirkətinin, sonra başqa nüfuzlu şirkətlərin, Türkiyə, Rusiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirdik. Ümumiyyətlə biz çalışırıq ki, bu tədbirlərdən geri qalmayaq. Çünki başa düşürük ki, artıq bir nöqtədən sonra bizim fəaliyyətimiz artıq belə loru dildə desək sərhədləri aşaraq digər regional ölkələrə, digər qlobal ölkələrə də yayılmalıdır. Hansı ki, biz həmin tədbirlərə qatılanda artıq oradan şərhlər də alırıq ki, bizim tətbiq etdiyimiz, məsələn, elə sima rəqəmsal imza olsun, bu kimi həllər, bu kimi rəqəmsal bacarıqlar, rəqəmsal yeniliklər hələ də bir çox ölkələrdə yoxdur. Onlar bizim təcrübələrimizi öyrənmək istəyirlər. Bununla bağlı bir neçə memorandumlarımız da var. Biz artıq gələcək zamanlarda həmin danışıqların nəticəsinə əsasən düşünürük ki, özümüzdə tətbiq etdiyimiz və uğurla sınaqdan keçirdiyimiz həmin rəqəmsal xidmət və məhsulları regional və qlobal bazarlarda da tətbiq edə biləcəyik. Uğurlar sizə bu sahədə. Milli data mərkəzlərindən istəyirəm danışaq. Milli data mərkəzlərinin tikintisi ilə bağlı ən son yeniliklər, görülən işlər hansı mərhələdədir? Çox sağ olun. Milli data mərkəzləri bildiyiniz kimi Azintelekom Azərbaycanda hal-hazırda 2 data mərkəzinə malik bulud provayderidir. Ölkənin ən böyük bulud provayderidir. Bizim bir data mərkəzimiz Bakı şəhərində yerləşir, digəri isə Yevlax şəhərində yerləşir. Hər iki data mərkəzimiz ABŞ-ın Uptime İnstitutu tərəfindən verilmiş və beynəlxalq standartları müəyyən edən Tier 3 sertifikatına malikdir. Bu data mərkəzlərimizdə bu gün 250-dən çox qurumun informasiya sistemləri yerləşdirilmişdir. Orada dayanıqlılığı təmin olunur, etibarlılığı təmin olunur. Bunlardan da təxminən 150-yə yaxını dövlət qurumlarıdır, hansı ki, hökumət buludu layihəsinin tərkib hissəsi kimi Azintelekomun data mərkəzlərində yerləşdirilib. Amma sizin qeyd etdiyiniz Milli Data Mərkəzlər layihəsi isə bildiyiniz kimi bununla bağlı məlumatlar da artıq verilmişdi bir müddət öncə. Abşeron rayonunda və Hacıqabul rayonunda bizim 2 yeni data mərkəzimiz tikilir, hansı ki biz bunları milli data mərkəzləri adlandırırıq və nəzərdə tutulan plana əsasən artıq həmin data mərkəzlərdə hökumət buludu layihəsi tam olaraq həmin data mərkəzlərdə belə deyək həyata keçiriləcəkdir. Hal-hazırda həmin ərazilərdə tikinti işləri davam etdirilir, plana uyğun şəkildə gedir, hər şey öz qaydasındadır. Yaxın bir neçə il ərzində biz artıq düşünürük ki, bu data mərkəzlərdən əvvəlcə birincisinin açılışını edəcəyik və mərhələli şəkildə isə ikinci data mərkəzi açılacaq və bununla da artıq Azintelekom kifayət qədər böyük bulud xidmətləri göstərmə potensialına malik olacaq və təkcə yerli bazarda deyil, biz düşünürük ki, bundan sonra artıq qlobal bazarda da başqa ölkələrin qurumlarına, şirkətlərinə bulud xidmətləri göstərə biləcəyik. Aydındır. Amil bəy, təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz və maraqlı məqamlara təfərrüatı ilə sizlə birlikdə nəzər saldıq. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətə görə. Dinləyicilərə də minnətdaram ki, bizə qulaq asdılar. Çox sağ olun. Sağ olun. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugünkü qonağımız Azintelekomun İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar bölməsinin rəhbəri Amil Nəzərli idi. Sahibkarlar üçün rəqəmsal ekosistem, sima, bulud və təhlükəsizlik mövzusu ətrafında danışdıq. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.